Cücələriniz niyə xəstələnir? Bu mövzu haqqında danışacağam. Sadəcə olaraq kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Cücələrinizin əsas xəstələnmə problemi içəridəki olan temperaturla çöldəki olan temperaturu ölçülməməsi. Bu birinci şərtdir. İkincisi, ayaqlarının altı nəm olması. Yağış yağan zamanı çölə çıxardırsınız və ən çox problemlər də bundan yaranır. Sonradan qıxın yaranması. Deyirsiniz fit çalır. Fit çalmanın bir çox səbəbləri var, amma əsas səbəbi əgər 2 ayından sonra qurd dərmanı verməmisinizsə, 2 ay 10 günlükdə, 2 ayın tamamında qurd dərmanı verməmisinizsə, bu cür qıxıltılar baş verə bilər. Amma dərman da veribsiz, yenə qıxıltı varsa, onda havalandırma sisteminiz səhvdir və bir çox mikroplazma xəstəliklərinin yaranma səbəbləri yemdən qaynaqlanır ki, immunitet sistemi olmur. Əgər kim istəsə yemlənmə ilə bağlı, baxılması ilə bağlı xüsusi proqramlar satılır. Gündəlik olaraq siz nələr eləyəcəksiniz, baxılma şəraiti, hər bir şey öyrədilir. 05891 35 35 nömrəsinə müraciət edə bilərsiniz.